Sualda bildirirlər ki, həyat yoldaşım mənə mehr olaraq kəbində özü qızıl üzük demişdi və onu mənə almışdı. Lakin bir il sonra o üzük itdi. Belə olan halda nə etməlidir? Yenidən onun əvəzinə nəsə almalıdır? Ya mən nəsə istəməliyəm və ya artıq heç nəyə ehtiyac yoxdur? Cavab budur ki, əgər üzüyün itməsinə səbəb kişi olubsa, yəni kişi üzüyü itiribsə, belə olan halda sözsüz ki, kişi onun əvəzinə başqa bir şey qadına verməlidir. Çünki mehr kişinin üzərində olan bir haqqdır. Yox, əgər qadına verib və qadın itiribsə, o halda artıq kişi üzərinə düşəni edib, belə olan halda istəsə əgər qadının yəni könlünü almaq üçün ona başqa bir şey verə bilər, lakin bu vacib deyil. Lakin verməsə də kişinin artıq üzərinə düşəni yerinə yetirib.